Hər kəs salamlayıram. Hamı şikayət edir ki, qarnımın aşağı hissəsi getmir. Və pəhrizə otururlar, yəni bir müddətdən sonra yemək az yeyəndə, yəni bədəndən su çəkilir və düşünürlər ki, yəni çəkim düşürsə qarnımın alt hissəsi də gedəcək. Xeyr, elə bir şey yoxdur. Özü yaş getdikcə daha da çətin olur. Yəni siz düşünürsünüz ki, bu şirniyyatdır, fast fooddur, çipsidir. Bunu yeməklə, o rahatlıqla gedəcək. Özü də ən çətin qlobal problemi odur. Onun üçün nə etmək lazımdır? Sərt pəhrizə oturdun, ondan sonra yürüyüş mütləqdir. Bəzən sərt pəhriz deyəndə deyirlər ki, heç nə yemək lazımdır. Xeyr, elə bir vaxta salginən ki, karbohidratı, insulinin düşməsin. Amma ki, dediyim kimi, yürüyüşü də elə vaxta eləginən ki, yəni yağından getsin. Sənin suyun gedirsə, o demək deyil ki, sənin yəni çəkin gedir. Çəkin təbii ki, gedəcək, amma gəl evə suyu iç tezdən yerinə, su tezdən dolacaq öz yerinə. Burada çətin bir şey yoxdur. Bir daha söylürəm, həyat davam eləyir, yəni yaxşı günlər qabaqdadır. İnsanlar hər şeyi müvəqqəti eləməsin. Bir daha söylürəm ki, çalışın, nə isə elədisə, uzun müddətdə elə ki, nəticəsini görəsin. Yəni, dərhal həvəsdən düşməyin. Bu şirniyyatdır, çipsidir, fast fooddur, mağazada həmişə var. Nə vaxt istəsən, yeyib ala bilərsən. Əsas odur nədir? Nəticə verəsən. Bir şey ki, sən pulla alırsansa, o müvəqqəti bir şeydir. Yəni, elə bir şeylə ginən ki, yəni, keyfiyyətli, yəni əziyyətli olsun ki, nəticəsini görəsən. Hər kəsə uğurlar.